İnsanın rüşdü üç şeyləndir. Fiqh əsğər, fiqh awsat, fiqh əkbər. Çə istəyəsən aqlı rüşd verəsən, çə istəyəsən ürəyi, qəlbi rüşd verəsən, bu üç mərhələni gərək seyr edəsən. Fiqh əsğər, ahkam ilahini zindagide piyade eləmək. Aqlan ahkam ilahini başa düşmək. Kim öyrədəcək insana? Heç kəsə qulaq asmıydı öz bildiyimiz. Həzrət İsa deyir, mən ölünü diriltdim, amma bir dənə insana təbabət elədim, əsər qoymadı. Ya Nəbiyallah, ya Ruhallah, hansı insan dedi, əhmək. Əhməqi təbabət elədim, dərman eləyəmədim. Necə əhmək kimdir? Burada o kəs ki, heç söz qəbul nəmədi öz dediyim. Əl-mucib birəyi. Fəslidir, onun fəsli. Bilir də insan bu cürdə fəsli. Mən deyən, mən. Aləm doludur bu məndən. Bu zehni insan nə qədər mən tolid eləyək adam üçün. Nə qədər mən tolid eləyək. Karxanə-i bafəndəci əzim zehni adamidir. Hey mən tolid eləyək, mən hər şəraitdə cürbacur, rəngabərəng insanı bütpərəst eləyək. Yəni insan fəsli ənbiyaya vardılandır. Fəsli qərizədə zindəcilik. Əksəri əbnai bəşər. Fəsləri fəsli qərizədir. Yəni o iki qərizələri, qərizə insan nə istəyir? Qərizə bir heyvan nə istəyir? İnsanın da bir sürü qəraizi vardı. Tamam fəaliyyəti, təlaşi, aləmdə bəray qərizəsidir. Ham istəyir qərizəsini rüşd. Bənabərən hamı öz başına fırlanır. Heç kəsin hərəkəti intiqali yoxdur. Hamının hərəkəti vəz'i var idi. Öz doğruna fırlanır. O iki insanda fəsli cədid yaradacaq, təxyir və təhəvvül yaradacaq hərəkəti intiqali insandır ki, mətafi insan ənbiya olar. Ənbiyanın doğruna fırlanasın.